Salam əziz yüksələn şirlər. 2026-cı ilin iyun ayı şərhinə xoş gəlmisiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcünə görə hazırlanır. Yəni, əgər siz yüksələn şirsinizsə, tam olaraq doğru yerdəsiniz. Əziz yüksələn şirlər, 21 iyuna qədər Günəş əkizlər bürcündə olacaq. Yəni sizin 11-ci evinizdə. Həyata yenidən bağlanmaq, həyəcanlanmaq kimi bir enerji görünür. Bəziləriniz karyera ilə bağlı addımlar atacaq, bəziləriniz isə uzun müddətli düşündüyü hədəflərinin arxasınca gedəcək. 11-ci ev çox gözəl bir evdir. Xəyallar, hədəflər, sosial çevrə, dostluqlar, karyeranın gətirdiyi nəticələr hamısı bu evlə bağlıdır. 21 iyuna qədər iş və karyera mühitində çox diqqət çəkəcəksiniz. İş görüşmələri, yeni əlaqələr və iş çevrəsində görünən olmaq üçün çox yaxşı bir dövrdür. Yeni başlanğıclar etmək üçün özünüzdə cəsarət tapacağınız bir dövrdür. 11-ci ev sosial çevrə evidir. Açıq havalar, tədbirlər, dostlarla görüşlər, çıxın, gəzin, sosiallaşın. Siz səhnə insansınız. Əylənərkən belə fərqli bir enerjiniz var. Bu dövrdə sosial həyatınız çox aktiv olacaq. Partilər, tədbirlər, dərnəklər, sosial qruplarda da diqqət çəkə bilərsiniz. 21 iyundan sonra Günəş Xərçəng bürcünə keçir. Yəni sizin 12-ci evinizə. Üstəlik, Merkuri planeti də ona qoşulur. Bu o deməkdir ki, idarəçi planetiniz olan Günəş artıq 12-ci evinizdə olacaq. Ona görə də xüsusilə sağlamlığınıza diqqət edin. Xüsusilə yaşı daha böyük olan yüksələn şirlərə diqqətli olmağı tövsiyə edirəm. Şirlərin ürək və damar sistemi həssas ola bilər. Özünüzü çox yormayın. 21 iyundan sonra enerjiniz biraz düşə bilər. Daha çox geri çəkilmək və tək qalmaq istəyə bilərsiniz. Şirlər normalda geri planda qalmağı sevməz. Amma bu dövrdə sanki biraz müşahidə etmək istəyəcəksiniz. Bu dövrdə